Verilişin baş sponsoru Kalsi D3 Nikamed. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. CBC Sport'a baxırsınız. Ay Həkim efirdədir. Studiyada Doktor Tutu Zeynalovadır. Bugün növbəti maraqlı qonağımızla son aylarda ölkədə çox aktual olan, populyarlıq qazanan bir mövzu ətrafında danışacağıq. Belə ki, bilirsiniz ki, plastik cərrahiyyə mövzusu çox müzakirə olundu. Bu mövzuda kim əməliyyat edə bilər, kim özünə plastik cərrah deyə bilər, kim deyə bilməz kimi mübahisəli mövzular var idi və nəhayət bu yaxınlarda Səhiyyə Nazirliyi tərəfindən plastik cərrahların siyahısı təqdim olundu əhaliyə və bu siyahıda yer alan, çox güvəndiyimiz plastik cərrahlar siyahısında olan bir həkim bugün qonağımızdır. Plastik estetik rekonstruktiv cərrah Doktor Ramazan İskəndərov studiyamızdadır. Qeyd edim ki, Ramazan doktor 20 ildən artıq 20 ilə yaxın Moskvada çalışıb, hal-hazırda ölkəmizdə fəaliyyət göstərir və bugün biz onunla həmsöhbət olacağıq. Xoş gəlmişsiniz, çox şadam sizi görməyimə studiyamızda. Bu siyahıda çıxan plastik estetik rekonstruktiv cərrahlar bədənin bütün hissələrində, belə başa düşdüm ki, plastik estetik əməliyyatları edə bilərlər. Plastik estetik nədir? Bu yanına qoşulan rekonstruktiv nədir? Bax, istəyirəm bu haqda məlumat verin ki, tamaşaçıların daha dərin bilgiləri olsun. Tutu xanım, deməli, plastik estetik və rekonstruktiv cərrahiyyə biz bunu belə adlandırırıq, amma əslində ixtisasın adı plastik cərrahiyyədir. Onun içinə bütün bu ixtisaslar belə demək olarsa daxildir. Deməli, plastik cərrahlar üçün bir plastik əməliyyat eləyib eləməmək üçün məhdudiyyət yoxdur. Yəni, burun da eləyə bilərlər, göz da, qulaq da, rekonstruktiv də eləyə bilərlər. Amma bu sənədin içində hər bir cərrah özü üçün bir ixtisaslama seçir. Kimsə daha çox üzlə məşğul olur, kimsə bədənlə, kimsə məsələn ancaq burunla məşğul olur. Bu normal bir haldır, çünki sənət genişdir, bir cərrah başdan ayağa saçın ucundan tutmuş tabana kimi əməliyyat eləyirsə, yəqin ki, hamısını bacarır, amma biraz bacarar. Rekonstruktiv cərrahiyyə isə bu plastik cərrahiyyənin bir böyük bölümüdür, ən çətin bölümüdür. Bu bölüm nəyə aiddir? Bu bölüm itirilmiş orqanlar və itirilməyin qarşısını almaq üçün tutduğumuz əməliyyatların icrası deməkdir. Yəni nə? Mən uzun müddət, yəni ömrümün yarısını Rusiyada rekonstruktiv estetik cərrah kimi çalışmışam. Məsələn, bəzən şiş olur ayaqda, əldə. Köhnə vaxtlarda məcburdular ki, bu ayağa amputasiya eləsinlər. Rekonstruktiv cərrahlar o şişi götürüb, oranı rekonstruksiya eləyir və... Şiş dediniz, törəmədən söhbət gedir. Törəmə, bəli. Lezyon deyirlər, türklər, törəmələr. Yox, şiş də doğrudur. Yəni, biri var ki, şişkinliyi olur ayaqda. Tamaşaçılara daha aydın olsun. Ondan söhbət gedir. Sırf törəmədən gedir. Bəli, törəmə, bədxəssəli törəmələrdən söhbət gedir. Ona görə bu çox ağır və çətin bir sənətdir. Plastik cərrahiyyənin içinə daxildir. Bunun hamıda bacarmır əslində, çünki bunu bilmək üçün çox böyük məktəb keçmək lazımdır. Rekonstruksiya, döş qəfəsini eləmək olar, çənə, süd vəzi fərq eləməz. Adətən komandamızda mikrocərrahlar da olurdu, çünki orada sinirlər tikmək lazımdır, nazik damarlar tikmək lazımdır. Bu komanda işidir. Amma estetik, plastik sırf cərrahiyyəyə gəlsək, bu biraz ondan hasan mı deyim, ya biraz ondan başqa yönəmli bir sənətdir, amma bir spesifikasiyaya aiddir. Belə. Çətindir sizin işiniz, doktor. Əsas da Rusiyadan sonra Azərbaycandakı tələblər, Azərbaycandakı istəklər mənə maraqlıdır. Bir qadın plastik cərraha gələndə, kişilər bilməm, yəqin daha az müraciət edir. Burada təbii ki, bütün həkimlər istəyir ki, pasiyent ondan razı getsin. Burada bir protokol, bir guideline varmı ki,
bunu etmək olar, bunu etmək olmaz və yaxud o çox da ki istəyir ki, mənə nə bilim sinəm 4 razmer olsun. Bəlkə olmaz, bəlkə onun onurğası saxlamayacaq o yükü. Bu yəni necə aparılır? Əməliyyatdan öncə necə dəyərləndirilir bu xəstələr? Əməliyyatdan sonrakı təqibi necə aparılır? Kimi ümumiyyətlə əməliyyat etmirsiniz, qaytarırsınız? Bilirəm ki, bir çox plastik cərrahlardan fərqli olaraq sizin belə xəstələriniz en qədərdir. Buyurun. Bəli, tamamilə doğrudur. Müasir dünyada nəinki xanımlar, kişilər də plastik cərrahiyyəyə müraciət edir. Ən çox da mənim yanıma ərəb ölkələrindən gəlir kişilər. Onlara ən çox icra etdiyim əməliyyatlar ginekamastiya əməliyyatları, bədən şəkillərində abdominoplastika belə bir əməliyyatlardır. Sizin sualınıza qayıtdıqda, bilirsinizmi, qaydalar var, amma qaydalar bütün əməliyyatlara aid deyil. Nə üçün? Ən riskli əməliyyatlara lipofilling və liposuction, burada popofilling deyirlər, Azərbaycanda türk sayağı. Nəyə görə? Çünki biraz vaqeət yaranışsalar da əhali arasında bu ən riskli əməliyyatlardan biridir. Bunlarda sırf protokollar var. Nə etmək olar, nə etmək olmaz. Məsələn, vücudundan asılı olaraq, boyundan, çəkisindən asılı olaraq 10 kilodan artıq pi çəkmək olmaz. Çünki su elektrolit balansının pozulmağına gətirə bilər və s. Bizim izləyiciləri çox belə spesifik məlumatla yükləməyim. O birisi sualınıza qaldıqda estetik algılamaq, bəli. Bunu protokollaşdırmaq çox çətin bir şeydir. Çünki kimsə belə bəyənir, kimsə belə bəyənir. Burada heç kimə demək olmaz ki, sən nə bilim 300 implant seçmək, 200 seç. Yəni bunu protokollaşdırmaq çətindir. Bu plastik cərrahların üzərinə düşür. Çünki plastik cərrah individual olaraq yanaşmalıdır. Pasiyentin vücudundan, boyundan, çəkisindən pasiyentlə ortaq bir yerə gəlməlidir ki, əgər 1.50 boyunda bir xanım gəlirsə, arıq, deyir ki, mən 500-lük, 700-lük implant istəyirəm. Yəni, mən şəxsən elə pasiyentlərə imtina edirəm, çünki əcaib görsənəcək. Yəni, plastik cərrahiyyənin təməli ahəngdir, qarmoniyada. Yəni ki, bədən tam harmonik görsənməlidir. Olmaz ki, bir tərəfi qabağa çıxsın, başqa tərəfi əyri-üyrü olsun, nəsə belə mənə bu təəccüblü gəlir. Amma həqiqətən belə pasiyentlər olur. Mən onlarla ətraflı danışıram, məlumatlandırıram. Əgər deyir ki, yox, doktor belədir, mən imtina edirəm bu əməliyyatlardan. Çünki pis çıxmasın, bərbərlərin xətrinə dəymək istəmirəm. Mən bərbər deyiləm, plastik cərraham. Bərbərin yanına gəlib demək olar ki, saçımı belə kəs, elə kəs də. Kantı buradan qoy. Kantı qoy. Çünki saç çıxacaq. Aha. Mən çənəni dəyişdim, üzü biraz qaşı qaldırdım, saç bitən yerə çəkdim. Bəzən elə istəyənlər də var. Mən deyirəm, xanım xeyr, bu yəni sizin proporsiyalarınızı tamam pozacaq. Elə istəyirsinizsə, gedin başqa cərrah tapın, mən bunu eləməyəcəm. Ancaq əfsuslar olsun ki, bunun protokolları, qaydaları yoxdur. Ola da bilməz, çünki heç kimə deyə bilməz ki, sırf belə matematik olaraq mən saydım, sizdə belə olmalıdır. Yəni ki, mənim estetik zövqümə görə proporsiyaları anladığım qədər pasiyentlərə məlumat verirəm. Belə bir sual verim sizə. Plastik əməliyyatlar arıqladırmı? Xeyr, qətiyyən. Bu mənim ağrı yerimdir demək olarsa belə. Çünki bəzən Instagramı şəxsən özüm də açanda görürəm ki, komplekslərinizdən azad olun, gəlin liposuction olun, arıqlayın. Tam əminliklə deyə bilərəm ki, liposuction arıqlama metodu deyil, ola da bilməz. Liposuction ancaq bədən konturlarını düzəltmək məqsədi ilə icad olunmuş bir əməliyyatdır. Tamam, hardansa bir artıq pi alıb o bir yerə vurmaq olar ki, yenə də bədənin proporsiyalarını balanslaşdırmaq. Bədən şəkilləndirmək üçün. Bəli, bədən şəkilləndirmə deyirlər. Amma proporsiyaları, yəni balansı qaytarmaq. Bizim anatomik quruluşlarımız var, 3 tiplidir. Siz məni bundan yaxşı bilirsiniz. Buyurun, yenə məlumat verin, tamaşaçılar da bilsin. 3 tiplidir, yəni ki, normostenik, astenik, kipostenik, yəni ki, boy, hündür və sümün genişliyi deyirlər də el arasında. Bəzən olur, pi toxumaları elə yerlərdə yığılır ki, diyetoloqun idmanına gedir, onu yandırmaq olmur.
Bəli, o depolardan, deyilən depolardan o piyi çəkmək olar. Amma birinci növbədə idman, sağlam qida. Ümumiyyətcə, gözəllik sağlamlıq deməkdir. Yəni ki, bu gəlim plastik cərrahın yanına oramı buramı düzəltsin. Mən gedim yenə plovdan, nə bilim, dolmadan basım özümü Üstünə də tortdan çay tortdan, bəli, qətiyyən olmaz. Ona görə şuurdan gələn bir şeydir. Arıqlamaq üçün şuuru dəyişmək lazımdır birinci növbədə. Plastik cərrah burada köməklik göstərə bilməz ümumiyyətcə. Ona qayıdım ki, mən Instagramda özüm görəndə ki, komplekslərdən azad olun falan beşməkan, mənim özümdə də kompleks yaranır. Qətiyyən plastik cərrah belə şey deməməlidir mənim zənnimcə. Yəni ki, Bəli, siz çünki ölkədə tək-tük plastik cərrahlardansınız ki, hətta sizə abdominoplastikaya və digər əməliyyatlara gələn xəstələri yönəldirsiniz diyetoloqa ki, sən get əvvəl arıqla və ümumiyyətlə sənin problemin burada, həlli problemi burada deyil, diyetoloqun yanındadır. Bəli, qətiyyətdir. Çünki pasient olaraq qalır. O məlumat daşıyıcısı deyil. Məlumat daşıyıcısı mənəm. Mən sizi kimi, yəni hamımız həkimlər xeyli vaxt oxumuşuq ki, bu biliyi alaq. Bu biliyi də pasientlərlə bölüşməliyik. Çünki pasient mənə də baxır, Instagramda liposuction elə arıqlayacaqsan deyə həkimə də baxır. O eşitmək istədiyini deyir axı. Bəli. Əlbəttə ki, özü üçün daha ona elə gəlir ki, asan yolu seçir, amma şuur sərf eləyəni götürür, seçir. Ola bilər. Yəni ki, bizim beynimiz belə qurulub. Biz əzəldən yəni biraz tənbəl bir suşistva da, yəni ki, varlıqlarıq. Bu təbiətdən gələn bir şeydir. Yəni ki, demək olmaz ki, kimsə tənbəldir, kimsə yox. Özümüzü məcbur eləyib işlətməliyik, oxumalıyıq, idman eləməliyik, yeməyimizə fikir verməliyik. Ondan sonra bəli bədən korreksiyası eləmək olar. Amma liposuctiondan arıqlamaq olmaz. Bəzən də deyirlər, ay 20 litr piy çıxartdım. Yəni ki, bunu dilə gətirmək belə olmaz. Çünki 20 litr piy çıxartmaq protokollara ziddir. Yəqin piy su ilə qarışdırırlar, onu göstərirlər. Vallahi, onu deyə bilmərəm, amma həqiqətən çıxarırlarsa, axı bunu deyəndə pasientin də gözləməsi odur. Deyəndə ki, pasient 5 litr 10 litr Tərəzidə mənfi 10 kilo gözləyir. Bəli, mən tərəzidə mənfi 10 kilo gözləyir. Həqiqətən çıxarırsa da, o piylə də su itir, zülal itir, qan itir. Hormonal disbalans başlayır. Baxın, protokollara gəldikdə mən belə bir şey deyə bilərəm ki, protokollara əsasən hər 1 litrə 10%, yəni piyə 10% qan itirməsi baş verir. Deməli, əgər pasiyentə minimal, əgər pasiyent 10 litr piy çəkilibsə, deməli 1 litr qan itirmiş olaraq qalır. Düzdür, bəzən biraz çox dərman vururlar ki, qanamasın, onda da ürək anaqruska düşür, təzyiqi qaldırır. Yəni ki, bu balansı həkim bilik daşıyıcısı olaraq tapmalıdır və pasiyentlə ətraflı məlumatlandırıb danışmalıdır. Çünki pasiyent nə eşitsin, biz həkim olaraq bu yolla getməməliyik. Mənim fikrimdir. Mən heç kimə məcbur eləmirəm. Belə bir sual verəcəm sizə. Liposuksiya yoxsa abdominoplastika? Baxın, əslində bu sualı mənə çox verirlər. Liposuksiya və ya abdominoplastika bu iki əməliyyat bir-birini nə üstələmir, bir-birinin əksini göstərmir. Bizim rejissor deyir, heç biri. Əslində düz deyir. Çünki əgər insan düzgün həyat sürübsə, bəlkə biraz rus dilində deyirlər duşni da, boğucu bir söhbətlər eləyirəm, maraqsız söhbətlər. Amma reallıq budur. Biz əgər düzgün həyat sürsək, qidamıza fikir versək, doğuşma olsun, nə olurmu olsun, bizim bədənimiz elə qurulub ki, dəridə yığılır, əzələlər də yığılır. Ola bilsin, cüzi dəyişikliklər qalır, o pasiyentləri narahat eləmir. Amma sizin sualınıza qayıtsam, əgər pasiyentin belə istəyi varsa, deməli, bu əməliyyatları ağıllı istifadə eləsək, onları ikisini də bir yerdə eləmək də olar hətta. Demək olmaz ki, yəni abdominoplastika eləyirəm, liposuction eləməyəcəm. Ya da ki, liposuction eləyirəm, abdominoplastika eləməyəcəm. Bəzən ikisini də bir yerdə, bir arada eləmək olar. Çünki abdominoplastika fartuq deyilən bir şeydir. Yəni ki, ördək deyirlər də, qabaqdan piy toxması, bir də boş dəri sallanır. O bəzən liposuctiondan sonra yığılmır. Onu abdominoplastika... Önlük. Mini abdominoplastika, örnük, bəli. Onu mini abdominoplastika ilə və ya normal abdominoplastika ilə aradan qaldırmaq olar. Bəzən pasiyentlər ən əsas da qeysəriyyə əməliyyatlarından sonra
belə bir balaca örnüyü əmələ gəlir. Onlara o həmən çapığın korreksiyası əməliyyatı icra olunur, liposuction olunmur məsələn pasient Belə bir fikir var qadınlar arasında ki, liposuksiya olundu, Bəli. abdominoplastika və ya olundu, qarnım dümdüzdür, amma indi qollarım başladı kökəlməyə və ya kürəyim başladı piylənməyə. Bu doğrudan da belədirmi? Yəni bu insanın kökləyə meyilliyi varsa, bu əməliyyatlardan sonra nə gəldi yeyir, artıq çəki alırsa, bu yağlar da özünə yığılmağa yer axtarır, gedir ya kürəkdə, ya qollarda toplanır, ya buxaq əmələ gəlir. Yoxsa bunlar hamısı uydurmadır? Xeyr, uydurma deyil. Yəni mən indi izah eləyəcəm. Yəni köklə meyillilik həqiqətən belə bir şey var, amma bu bir irsi bir şey deyil. Köklə meyillilik yəni bizim irsimizdə kodlaşdırılmış bir şey deyil də, bizdən asılı olan bir şeydir. Siz az yesin. Tamamilə doğrudur. Siz diyetoloq olaraq bunu məndən yaxşı bilirsiniz. Yəni kaloraj deyilən bir şey var. Biz yandırdığımız kalori ilə qidadan aldığımız kaloriya heç